Salam əziz dostlar. Bir çox insanların yolunu azma səbəblərindən biri də oturub durduğu dostları, tanışlarıdır. Dost tanışlar insanı səhv yola, pis yola dəvət edir. Mən çox səhv yolda olan insanlarla söhbət eləmişəm. Deyir, məni dostum dartdı bu yola. Dostum məni yoldan çıxartdı. Furqan surəsinin 28-ci ayəsində Allah Teala buyurur ki: Əuzu billah, bismillah, ya veylətə leytəni ləm ətəxiz fulanən xalila. Qiyamət günü insanlar, özünə zülm eləyən insanlar əllərini çeynəyərək deyərlər ki, kaş biz Peyğəmbərlə bir yerdə düz yol tutardıq və kaş biz filan kəsi özümüzə dost tutmayaydıq. Filan kəs bizi azdırdı öz yolumuzdan. Fikir ver ha. Haqq bizə gəlib çatandan sonra bizi o azdırdı, o filan kəs azdırdı. İnsan öz azma səbəbini həmin o azdırdığı dosta görür. Ona görə əziz valideynlər, övladlarınızın kimlə oturub durmağına fikir verin. Onlardan müğayət olun ki, övladlarınız da yollarını azmasınlar pis dostlar səbəbindən. Allah bizi pis dostlardan uzaq eləsin. Sağ olun.